Dəyərli izləyicilər, unutmayaq ki, hər yeni gün sağlamlıq üçün bir fürsətdir. Bu gün də toxunacağımız mövzu uşaqlarda mədə-bağırsaq qanaxmaları olacaq. Sağlam yaşamı hər zaman izləsəz, əziz tamaşaçılar, düşünürəm ki, sağlamlığınızla bağlı bir problem yaşamayacaqsınız. Çünki biz hər zaman peşəkar mütəxəssislərimizlə bərabər sizlərə ətraflı məlumatlar əldə vermiş oluruq. Əziz tamaşaçılar, bugünkü proqramımızın qonağını sizə təqdim edirik. Qonağımız Naxçıvan Sağlamlıq Mərkəzinin həkimi, eyni zamanda Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin müəllimi, həkim, mütəxəssis, uşaq cərrahı Lamiyə İsmailzadə. Doktor, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Xoş gəlmisiniz. Necəsiniz? Xoş gördük hər birinizə. Çox sağ olun. Siz yaxşı olun. Təşəkkür edirik dəvətimizi qəbul edib studiyamıza gəlmisiniz. Siz də sağ olun, dəyərli. Bugün uşaqlarda az öncə də qeyd etdik ki, mədə-bağırsaq qanaxmaları ilə bağlı söhbətimiz olacaq. Mədə-bağırsaq qanaxmaları uşaqlarda özünü necə büruzə verir? Mədə-bağırsaq qanaxmaları uşaqlarda yaşa görə və səbəb olan patologiyadan asılı olaraq özünü bir neçə müxtəlif formada göstərə bilər. Bunlardan uşaqların və valideynlərin ən çox qorxduğu alqandır. İstər qusma şəklində, istər nəcisin üzərində və nəcislə birlikdə alqanın olması. Eyni zamanda valideynlərin çox da fərqinə varmadığı tünd rəngli nəcis dediyimiz, qətranvari nəcis dediyimiz, bu da qanamanın, gizli qanamanın olduğunu göstərən bir simptom, bir əlamət hesab olunur. Aha. Doktor, mədə-bağırsaq qanaxmalarında bunların müayinə və müalicəsi, diaqnostikası necə aparılır? Müayinə müalicəsi dediyimiz kimi, müayinəsi ilk öncə bir simptom, bir əlamət kimi dediyimiz bu qanamaları görməsidir. Valideynin və ya böyük yaşlı uşaqlarda özü tərəfindən görülməsidir. Bununla müraciət edirlər əsasən xəstələr. Amma dediyimiz kimi bu gizli qan, gizli nəcisdə olması bunu uzun sürən anemiyalar, uzun sürən belə deyim də, qansızlıq nəticəsində xəstədə baş gicəllənmələr, halsızlıq, qarın ağrısı, mədə ağrısı bu simptomlarla müraciət edə bilərlər. Diaqnostikası necə qoyulur? Diaqnostikası səbəb olan patologiyadan da asılı olaraq və ya olmayaraq birinci olaraq qanun ümumi analizində dediyimiz kimi, əgər ciddi bir anemiya, ciddi bir qansızlıq varsa, qan azlığı el arasında belə deyilir, varsa bu zaman qanda göstəricilərin aşağı düşməsi, qan göstəricilərinin, dəmirin, feritinin aşağı düşməsi görə bilərik ümumi analizdə. Bundan başqa, uşaqlarda qanamaya səbəb olan Meckel divertikulu dediyimiz bir xəstəlik var, bağırsağın özünün bir çıxıntısı olur. Bu, Meckel sintiqrafiyası deyilən bir metodla, ümumi həzm boşluğunun qanaxmaları isə skopiya dediyimiz, gastroskopiya, el arasında mədə zondu udulması, gastroskopiya, kolonoskopiya müayinələri nəticəsində qanamanın səbəbi belə deyim, axtarılır. Doktor, biz bilirik ki, böyüklərdə, yəni mədə-bağırsaq problemləri olanda gastroskopiya olunur, kolonoskopiya olunur, yəni bu problemlərin həlli üçün. Bu, uşaqlara da tətbiq olunur bu prosesdə? Uşaqlarda əlbəttə tətbiq olunur, amma öncə dediyim kimi, digər xəstənin, uşağın vəziyyəti stabilləşdirdikdən sonra bu mərhələyə müraciət edirik. Əgər xoradan və ya hər hansı bir, belə deyim, patoloji durumdan, polipdən şübhələniriksə, bu, deməli, diaqnostik metodlardan hər hansı birini seçə bilirik. Bəzən böyüklərdə, yəni hansı problemlər olur? Məsələn, qanaxmalar olur ki, bağırsaq qanaxmaları, hemoroid. Bu balaca uşaqlarda da ola bilir, amma biraz böyük yaşlı uşaqlarda, məsələn, anal çat ola bilir. Uşaqların bəzən fərqinə varmır valideynlər. Deyir ki, onsuz da gündəlik bayıra çıxır, amma bu onu narahat eləyir, nəcis kütləsi bərk olduqda. Anus nahiyəsində ciddi belə cızıqlar olur və nəcisin üzərində alqan gördükdə valideyn çox qorxur, belə deyim, qorxuya səbəb olur. Bu, anal çatlar dediyimiz və böyük yaşlı uşaqlarda hemoroidlər ola bilər. Bir də anus nahiyəsinin qanamalarına poliplər bizim uşaqlarda daha çox qorxduğumuz bir patologiya hesab olunur, amma dediyimiz kimi müayinə olunur, rektal müayinə dediyimiz müayinə olunur və əgər bir ədəddirsə, kiçik yaşlı uşaqlardadırsa, çox da şübhələnmir, juvenil polip dediyimiz bir patologiya, amma həzm traktunun bütün deməli şöbələrində varsa və başqa ciddi patologiyalara səbəbdirsə, bunda daha belə deyim, dəqiq araşdırılır. Bütün müayinə olunmuş, belə deyim, götürülmüş materiallar histoloji müayinəyə götürülür, amma bir ədəddirsə, yəni polipektomi dediyimiz əməliyyatdan sonra xəstə rahatlaşırsa, çox da belə deyim, bədxəstəli bir şeydən şübhələnmərik. Doktor, uşaqlarda bəzən olur ki, difikasiya aktının olması, məsələn, böyük bayıra getmə, tamaşaçılarımıza daha aydın olsun deyək, belə deyək, amma məsələn, baş vermir. Amma bu problem olur. Məsələn, bu his yaranır.
Bu nə ilə əlaqədardır? Bu dediyimiz həmin o uşaqlar tualet tənbəlliyi dediyimiz indiki uşaqlar belə telefondan, digər informasiya vasitələrinin çox məşğul olduğu üçün ona impuls gəlsə də beyninə çox da getmək istəmir, ötürür vaxtını. Bu xroniki qəbizlik dediyimiz bir sonradan qazanılmış bir patologiya səbəb olur. Onun fonunda bayaq nəzərinizə çatdırdığım anal çat və qanamalar bu uşaqlarda daha çox görülür. Doktor, bu qəbizlik baş verir uşaqlarda. Bu qəbizlik olmaması üçün bunların qida rasionuna necə əməl etmək lazımdır valideynlər? Qida rasionu dediyimiz kimi uşaq ən önəmlisi təbii qidalanmalıdır. Yəni marketdən alınmış belə deyim paketli qidalar olmaz, bəli, mütləq şəkildə yəni biz valideynlərə tapşırıq marketdən alınmış paketli heç bir şey istifadə eləmirsiniz uşaqlar üçün. Daha sonra dediyimiz kimi meyvə şirələridir. Bunları daha çox çalışırıq ki, ev şəraitində hazırlanmış, daha çox meyvə, tərəvəzlərdən istifadə olunsun, ev şəraitində hazırlanmış yeməklər uşaqlara məsləhətdir. Yaşına uyğun əlbəttə körpə yaşlı uşaqlarda ana südü və süni qidalar, böyük yaşlı uşaqlarda isə maksimum təbii qidalar, yəni. Doktor, bu problemlərdə bəzən uşaqların maye qəbuluna çox diqqət yetirilməlidir. Yəni bəli, su mütləq. Uşaq nə qədər su qəbul etməlidir? Körpə yaşlı uşaqlarda belə deyim, yeni doğulmuş dövrdə ana südü ilə yanaşı məsləhət görünmür əlavə su vermək. Çünki böyrəklərin süzmə məsələsi də var. Tamaşaçılara aydın olsun. Amma digər böyük yaşlı uşaqlarda və ana südü ilə yanaşı süni qida qəbul edən uşaqlar bir qədər maye qəbulu məsləhət görülür. Çünki onun durulaşdırılması və bədəndən sorulması üçün mütləqdir. Böyük yaşlı uşaqlarda yaşa görə və çəkiyə görə maye miqdarı uyğunlaşdırılır, belə deyim. Doktor, bir tamaşaçı sualı ünvanlayacağam. Tamaşaçımız soruşur ki, ana südünün uşaqda qəbizlik yaratması nə dərəcədə doğrudur? Ana südünün qəbizliyi yox, bizim mövzumuza qayıtsaq, ana südünün allergiyası deyə bir allergik reaksiyalar verə bilər. Verə bilər və hətta bu özünü nəcisdə qan olaraq da göstərə bilir bu uşaqlarda. Bu zaman ana öz qidasına daha çox diqqət eləyir və nəzarətdə saxlayırıq maksimal qədər. Ciddi qanama deyil, sadəcə iz olaraq görə bilərlər valideynlər. Nəzarətdə saxlayırıq, təhlükəli deyil, öz-özünə keçə bilir. Doktor, bağırsaq qanaxmaları, məsələn, neçə gün müddətində, hansı zaman periodunda, məsələn, normal sayıla bilər, artıq həmin müddəti aşdıqdan sonra burada bir ciddi, hər hansı bir patologiyadan şübhələnmək olar. Belə deyim də, məsələ yəni period deyil, zaman deyil, qanamanın miqdarıdır ən önəmli olan. Yəni gündə neçə dəfə? Gündə neçə dəfə? Yox. Nə qədər qanama? Məsələn, qan qusma deyirik. Bu qanın miqdarı mütləq önəmlidir. Ümumiyyətlə, valideynlərin həm özündə, belə deyim, qorxduğu bir məqamdır bu qan məsələsi. Və tövsiyə də olunur ki, onsuz da müraciət eləsinlər qan gördükləri anda. Ümumiyyətlə, qan qusma dediyimiz qanın miqdarı mədəyə düşübsə, mütləq ki, mədə turşusunun təsirindən rəngi biraz dəyişmiş olacaq. Sonra, məsələn, burun qanamaları uşaqlar udur və onu qaytarır. Bundan da valideynlər çox qorxurlar, mədəyə dolur, qaytarır. Bundan da bizə müraciət edənlər olur. Yəni, bu tam, belə deyim, uşaq cərrahiyyəsinin yönəldiyi profil deyil də, lor cərrahların yönəldiyi bir profil hesab olunur. Amma bu da valideynləri qorxudur. Səbəbini araşdırmaq lazımdır. Hər hansı bir əməliyyatdan sonra daha çox bunlar olur və anamnezində burun qanamaları olan uşaqlarda belə hallar daha çox müşahidə olunur. Amma dediyimiz alqan izləri, yəni mütləq, yəni məsləhət görürəm ki, mən valideynlərə gördükləri an dərhal həkimə müraciət eləsinlər. Çünki onlar onu təyin edə bilməyəcək, üzr istəyirəm, sözünüzü kəsirəm, miqdarını mı, rəngini mi, necə deyim, ciddiyyətinin dərəcəsini mi, yaxşı olar ki, həkimə müraciət eləsinlər. Doktor, növbəti bir tamaşaçı sualı ünvanlayacağam. Tamaşaçımız soruşur ki, hər hansı qidaların qəbulu mədə qanaxmasına səbəb olur? Qidaların deməyək də, bayaq dediyim paketləşdirilmiş qidaların qəbulu uşaqlarda böyüklərdə olduğu kimi mədənin, belə deyim, mühitinin pozulması, xoraq xəstəliyi bunları gətirib çıxara bilir ki, yanaşı hər hansı bir dərman preparatlarının qəbulu, bunların doza həddinin aşılması, belə deyim, həkim nəzarətindən kənarda qəbulu, bunlar ciddi qanamaları, mədə-bağırsaq qanamalarına səbəb ola bilir. Doktor, uşaqlarda mədə-bağırsaq qanaxmalarının ən balaca yaş həddi neçə yaşından başlaya bilər? Belə deyim də, yeni doğulmuş dövr deyilik, o dövrdə belə görünə bilir. Bayaq dediyim 1-3 ay ərzində. Yeni doğulmuş dövrü əslində 28 gün, 4 həftə nəzərdə tutulur. O dövrdə də görülə bilir. Bayaq dediyim ana südünə qarşı allergiya. Daha böyük yaşlarda 6 ay, 11 ay və ya 1 yaş arasında invaginasiya dediyimiz cərrahi bir xəstəlikdir. Bu bağırsağın bir segmentinin digər, belə deyim, bağırsağın bir hissəsinin digər hissəsinə keçməsi. Bu belə deyim 6 ay, 11, 12 ay arası uşaqlarda özünü göstərir. Spazm şəkilli qarın ağrısı, nəzisdə qan izlərinin olması və ağrılar arası uşaqda bir yuxluluq olur.
Yəni uşaq anidən ağlayıb, qışqırıb, sonra birdən sakitləşib yata bilir. Bu da özünü bağırsaq divarı zədələndiyinə görə nəticədə qan izləri kimi özünü göstərə bilir. Bu da təhlükəli hesab olunur. Digər yaşlarda, bütün yaşlar üçün dediyimiz anal çat, xroniki qəbzliyə bağlı, daha sonra polip görünə bilər və qanamaya, ciddi qanamaya səbəb olan bir patologiya hesab olunur polip. Sonra bayaq dediyim Mekkel divertikuludur və daha böyük yaşlı uşaqlarda xora xəstəliyinin qanaması, mədə xorası və ya bağırsaq xorasının qanaması dediyimiz hər hansı qidalara və ya dərman maddələrinə bağlı olaraq. Və digər inkişaf qüsurları dediyim divertikullar, duplikasiyanın, yəni həzm boşluğu orqanların hər hansı bir yerdə ikiləşməsi, bunlar yəni ciddi qanamalara səbəb ola bilər. Uşaqlarda bəzən olur ki, doktor, məsələn 6 ayına qədər onlar ana südü ilə qidalanır. Məsələn, bizim valideynlərimizdə olur ki, 6 aydan sonra uşağa müəyyən ev yeməkləri, pürelər, nə bilim, suplar, bunlardan istifadə olunur. Artıq normal qidalara keçdikdə, yəni ev qidalarına keçdikdə, bu da qanaxmalara səbəb ola bilər bəzi uşaqlarda. Ev qidaları da belə deyim, xüsusi bir həssaslığı, xüsusi bir allergiyası vəziyyəti yoxdursa, əsasən səbəb olmur. Dediyimiz kimi, əgər düzgün qidalanırsa, təbii qidalardan istifadə olunursa, bu hallara çox rast gəlinmir. Amma anamnezində hər hansı bir xəstəliyə yanaşı qəbul elədiyi dərman maddələri ola bilər. Biz körpə yaşlarından da uşaqlara dərmanlar təyin edirik. Onların fonunda ola bilər. Mədə-bağırsaq qanaxmalarının səbəblərindən biri də uşaqlarda acı da olsa etiraf etmək lazımdır ki, onkoloji xəstəliklər ola bilər. Bəli, onkoloji xəstəliklər. Amma dediyimiz kimi qanamaya qədər də bu uşaqlarda ciddi digər simptomlar özünü göstərir. Hər hansı bir nahiyədən asılı olaraq həmin yerdə ağrı, halsızlıq, digər yanaşı şikayətlər, bunlar da olur ki, yanaşı biz qanamanı görürük və simptomların belə deyim, cəmi şəklində bir diaqnoza yönəlirik. Doktor, valideynlərdə bəzən məlumatsızlıq da var ki, məsələn, uşağın mədə-bağırsaq qanaxması, bəzən çox gecikmiş şəkildə həkimə müraciət etməsi, artıq həkimin də işini çətinləşdirir, xəstənin də reabilitasiya dövrü çox çətin çəkir. Yəni, uşaq olsa da istər-istəməz bu problemlər daha çox. Əslində, uşaq daha, belə deyim, orqanizmi düzdür, daha yaxşı toparlana bilir. Amma mütləq ki, bir bərpa edici dövrdən, bir toparlanma dövründən, əgər cərrahi əməliyyatı göstəriş olan bir xəstəlikdirsə qanamanın səbəbi, mütləq ki, bir bərpa olunur, bir qanı stabilləşdirilir, normallaşdırılır. Ondan sonra cərrahi əməliyyatı göstəriş varsa, cərrahi əməliyyat aparılır. Bəzi uşaqlar, balaca yaşlı uşaqlar açıq etiraf edək ki, onlarda məsələn anlama, düşünmə qabiliyyəti yoxdur, özlərini ifadə edə bilmirlər. Bu problemlər olduqda valideynlər daha çox nəyə diqqət etməlidirlər ki, mədə-bağırsaq qanaxmaları ilə bağlı? Dediyim kimi, vizual olaraq, yəni görüntü olaraq onlar nəyəsə görürlər, ya qan qusma, ya nəticədə qan izləri, ya bəzən olur ki, tünd rəngi olur, valideyn buna çox da fikir vermir. Amma yanaşı qarında ağrı olur, uşaq daima bir narahat olur, qusma ola bilər. Yəni, hər hansı bir patologiyaya bağlı, onu narahat edən nədirsə, səbəbi araşdırmaq lazımdır mütləqcə. Doktor, bu qanaxmaların bir iştahsızlığa səbəbi olur? Əlbəttə ki, uşaqlarda qarın ağrısı, iştah, hər hansı bir narahatçılıq olsa, uşaqlar yata bilmir, qidası pozulur, yatmağı pozulur, yuxusu pozulur, gündəlik rasionu, rejimi pozulur, iştahı pozulur. Bu da onlarla birlikdə. Bu problemlər ən kəskin formada uşaq cərrahına gətirib çıxarır. Yəni, əməliyyata qədər olur. Hansı, məsələn, mədə qanaxmalarında artıq birbaşa cərrahi yolla müdaxilə olunur? Hansı, belə deyim, bayaq dediyimiz həzm boşluğu orqanlarının hər hansı bir duplikasiyası, yəni el arasında dediyimiz ikiləşmə, qida borusunun, mədənin və bağırsağın müəyyən segmentinin ikiləşməsi. Bunlar ciddi cərrahi göstərişi olan xəstəliklərdir. Daha sonra dediyim Mekkel divertikulu bağırsağın bir hissəsinin əlavə bir çıxıntısı olması, burada qanamaya səbəb olan, ciddi qanamaya səbəb olan cərrahi xəstəlik hesab olunur. İnvaginasiya bağırsağın qanamalarına səbəb olan cərrahi xəstəlikdir. Daha sonra xoralar daha böyük yaşdır. 5 və 18 yaş arası uşaqlarda daha çox gördüyümüz mədə xoraları. Bunlar da bayaq dediyim düzgün qidalanmama və doza həddinin aşılması, düzgün təyin olunmayan dərman maddələrinin qəbulu fonunda həmin dərman maddələri mədənin belə deyim, qoruyucu təbəqəsini zədələyir və qanamaya daha meylli olur. Bunlar yəni ciddi belə deyim, dayanmayan qanamalar cərrahi müdaxiləyə birbaşa göstəriş hesab olunur. Amma dediyimiz kimi, cərrahi müdaxilə oldu-olmadı, mütləq ki, qanaması olan xəstə əvvəlcə bərpa dövrünə girir, onun vəziyyəti, belə deyim, stabilləşdirilir. Ondan sonra cərrahi müdaxiləyə ehtiyac varsa, cərrahi müdaxilə olunur. Doktor, bir tamaşaçı sualı ünvanlayacağım. Tamaşaçımız soruşur ki, uşaq 5 yaşındadır, bunda hemoroid əməliyyatı icra oluna bilər?
Hemoroid əməliyyatı icra oluna bilər, bəli. Aha, və hətta 5 yaşlı uşaqda da belə. Bəli, ola bilər. Yəni bizə böyük xəstəlik kimi gəlir, amma uşaqlarda da Mən elə düşünürdüm ki, hemoroid böyüklərdə daha çox olur, yəni uşaqlarda olmaz. Uşaqlarda da bu az olur, amma dediyimiz kimi olur. Hər hansı bağırsaq florasının pozulması, ishal, qəbzlik, bunun növbələşməsi bu uşaqlarda daha çox bunu görə bilirik. Doktor, müqayisə etsək, uşaqlarda və yaxud da böyüklərdə hansında məsələn mədə-bağırsaq qanaxması ilə baş verən xəstəliklər var uşaqlarda, böyüklərdə yoxdur. Belə bir bayaq saydığım inkişaf qüsurları ola bilər ki, kiçik yaşlarda heç bir simptomla özünü göstərmədiyi üçün böyük yaşlarda böyük cərrahlarla müraciət eləmiş olur. Yəni uşaq cərrahı onun ümumiyyətlə xəstə olduğunu bilmir. Müraciət eləmir heç bir şikayəti olmadığı üçün. İnkişaf qüsurları, elə inkişaf qüsurları var ki, onlar bir simptom vermədikcə çox da narahat eləməz xəstəni. Yəni xroniki halı davam edir. Mekkel divertikulu məsələn yeni doğmuş dövrdə, yəni bətn-daxili inkişafın qüsurudur da bu. Yəni bütün doğulduğu dövrdən bu uşaqda var, amma 18 yaşından yuxarı xəstələrdə qanamaya səbəb olub özünü göstərə bilər. Yəni eyni xəstəliklər ola bilər. Sadəcə 18 yaşına qədər uşaq cərrahına müraciət edəcək bir simptomu olmamış ola bilər. Doktor, növbəti bir tamaşaçı sualını ünvanlayacağam. Tamaşaçımız soruşur ki, evladım 10 yaşındadır, ara-ara mədə qanaxmaları olur, yəni ağızdan qan gəlir. Bu nəyin nəticəsi ola bilər? Bu dediyimiz düzgün olmayan qidalanma, el arasında daha çox işlənən dərmanlar, onların müəyyən aralıqda verilməsi gərəkdir. Əgər xəstə ciddi bir narahatçılığı varsa, ciddi bir ağrısı varsa, temperatur varsa, bunlar ki, hansı 6-8 saatdan tez olmayaraq verilməlidir xəstələr. Əgər anamnezində xora, qastrit, bu kimi şikayətlər, bu kimi diaqnozlu müalicələri varsa və bu dərmanların istifadəsi onlarda ciddi qanamalara səbəb ola bilər. Bu mədə-bağırsaq qanaxmalarının genetik faktorla rolu nə dərəcədə doğrudur? Genetik faktorla inkişaf qüsurları ilə əgər genetikada belə deyim də tam təsdiqini tapmasa da müəyyən qədər rolu var. Əlbəttə ki, genetik olaraq əgər bu inkişaf qüsuru valideyndə və ya birinci və ikinci dərəcəli qohumlarda varsa, uşaqda da olması və qanamaya səbəb olması, yəni normal haldır. Doktor, uşaqlarda bu problemlərin olması hər hansı endokrinoloji xəstəliklərlə bağlı ola bilər? Endokrinoloji xəstəliklərin, belə deyim, endokrin sistem, yəni bizim bütün daxili sabitliyimizi, daxili, belə deyim, sinir sistemimizin, daxili orqanlarımızın bir-birinə əlaqəsini təmin edir. Ola bilər əlbəttə ki, bu stres xora dediyimiz birbaşa hormonal sistemlə əlaqədardır, bilirsiniz. Yəni bu səbəb ola bilər əlbəttə. Bəzi uşaqlar var ki, məsələn, çox ərköyün olur, ümumiyyətlə çox əsəbi olur, çox belə emosional olur, bəli. Bu uşaqların məsələn stres keçirməyi, həyəcan keçirməyi, narahatçılıqları mədə-bağırsaq qanaxmalarına da gətirib çıxara bilir. Əlbəttə ki, bayaq dediyimiz o xoranın anamnezində stres birinci yəni mədədə xoranın olması və yaxud da bağırsaq xorasının olması birbaşa streslə. Birbaşa ümumiyyətlə sinir sistemi bilirsiniz ki, bütün orqanlarımızı idarə edir. Əgər onun pozulması varsa, ondan idarə etməsində bir problem olacaq. İlk öncə özünü mədə və bağırsaqda, onlar daha həssas olduğuna görə onlarda özünü göstərir. Stres xorası dediyimiz bir xora növü var ki, sırf stresə bağlı olaraq yaranır uşaqlarda və ya böyüklərdə. Bəzən bağırsaqları bizim ikinci beynimizdə adlandırırlar. Çünki hər hansı bir gərginlik, narahatçılıq birbaşa bağırsaqlarımızda öz əksini tapır. Doktor, uşaqların bu problemləri bəzən elə bir halda baş verir ki, artıq həkimə elə bir vəziyyətdə çatdırırlar ki, çox ağır bir vəziyyətdə. Bu baxımdan, məsələn, deyək ki, mədə xorasının ağırlaşması olsun və yaxud da bağırsaq xorasının ağırlaşması olsun, nə edirsiniz yəni? Nə edirik? Öncəliklə dediyimiz ciddi, uzun müddət davam edən xroniki qansızlıq, anemiya varsa, bunun bərpasına yönəlik tədbirlər görülür. Öncəliklə, belə deyimiz, diaqnostik metodlarla təyin olunur. Həqiqətən, bu xəstədə diaqnoz budurmu, buna görədirmi qanama, buna görədirmi halsızlıq, buna görədirmi anemiya. Ondan sonra bərpa dövründə dəmir preparatları, əgər ehtiyac varsa qan preparatları belə köçürülür. Yəni, ilk öncə artıq belə deyək ki, valideynlərə məsləhət olaraq siz deməli evladı müayinə edərək, yəni onları əməliyyata deyil, ən əsası birinci anemiyasını, qan azlığını müalicə edirsiniz və onu sonra əməliyyata hazırlayırsınız. Qan göstəriciləri stabilləşdikdən sonra əgər ehtiyac varsa, bəli, bu zaman əməliyyata göstəriş hesab olunur ki, biz onu əməliyyat edirik. Doktor, uşaqlarda mədə-bağırsaq problemlərindən biri də, məsələn, mədənin qızartısı olur, mədədə səpkilər olur. Bu balaca uşaqlarda da özünü göstərmiş olur. Əlbəttə ki, bu nəyin nəticəsidir, nə ilə bağlıdır? Dediyimiz kimi düzgün qidalanmama, bayaq dediyimiz stres mənşəli, belə deyim, funksiyasını, orqanın
işləməsini pozduğuna görə həmin stressə qarşı qorunma faktorlarının da işləməsini pozur. Eyni zamanda mədənin qoruyuculuğu itdiyinə görə hər hansı bir özünün belə möhtəviyyatı mədəyə təsir eləyir ki, bunun səpkilər, qızartılar, bu skopiya dediyimiz, mədəyə zondudma dediyimiz o zaman görülə bilər ancaq. Yəni klinik simptom vermədikcə qızartını, səpkini görmək, yəni təyin etmək çox da mümkün deyil belə deyim. Uşaqlarda gastroskopiyanın olunması bildiyim qədərilə bu biraz ağrılı prosesdir. Bəli. O yəqin ki, yerli anesteziya altında keçirilir. Yerli yox, ümumi anesteziya, daha doğrusu sedasiyada, yüngül yatızdırma 15-20 dəqiqəlik 15-20 dəqiqəlik bir prosedurdur. Bəli, qida borusundan mədəyə və bağırsağın müəyyən hissəsinə qədər dediyimiz zond udma, gastroskopiya, gastroduodenskopiya icra olunur. Bağırsağın aşağı şöbələrində isə rektoskopiya, kolonoskopiya, rektum, yəni düz bağırsağın və kolonun müayinəsi belə icra olunur. Bəli. Doktor, uşaqlara da məsləhət görürsünüz ki, məsələn, kontrastlı müayinə olsun, kontrastsız olsun, yoxsa uşaqlarda? Kontrastlı müayinələr əslində ciddi xora var, belə deyim, xoranın deşilməsi, ciddi belə deyim, patologiya varsa özünü göstərə bilər, amma gastroskopiya müasir dövrdə daha belə deyim, informativ müayinə metodu hesab olunur. Növbəti bir tamaşaçı sualı ünvanlayacağam. Tamaşaçı soruşur ki, övladım daha çox telefondan, planşetdən istifadə edir və normal qidalanmır. Qidalandıqda da şuursuz şəkildə qidanı qəbul edir. Doyma siqnalı beyinə çox gec çatır. Bu kimi problemlər mədə-bağırsaq qanaxmasına, əsasən də mədə qanaxmalarına səbəb ola bilər. Belə deyim, düzgün olmayan qidalanma, əgər qida rasionuna əməl olunmursa, hər hansı bir belə deyim, duzlu, çox ədviyyatlı, bax bunlar mədənin selektiv qişasını, mədənin örtüyünü zədələdiyi üçün, bəli, uzun müddətdən sonra tez də göstərməsə, çox uzun müddətdən sonra klinik simptom olaraq özünü göstərə bilər. Qidanın rolu mədə-bağırsaq qanaxmalarında birmənalı şəkildədir. Bəli, dediyimiz xora, mədə və bağırsağın xorası xəstəliyində əlbəttə ki, qidalar və dediyimiz kimi dərman maddələri belə deyim, əsas səbəb faktor hesab oluna bilər. Hansı qidalardan uşaqlara daha çox istifadə etmək lazımdır? Hansı qidalarda mütləq təbii qidalar olmalıdır. Ev şəraitində hazırlanan hər hansı bir belə deyim, paketləşdirilmiş qidadansa, mütləq ki, ev şəraitində hazırlanmış içkilər, valideynin özünün hazırladığı, gözünün qabağında gördüyü, əlbəttə ki, onlar daha yaxşı olar. Nəinki paketləşdirilmiş qidalar, mənşəyi məlum olmayan qidalar, indi uşaqlar çöldə hər şey, belə deyim, valideyn çobudca da olsa hər şeyi alıb yeyirlər. Əlbəttə ki. Süd məhsulları mədə-bağırsaq sisteminə necə təsir edir? İnək südündə, ana südündə belə deyim, uşaqlar tərəfindən həzm olunmayan ölçüdə bizulal hissəcikləri olur ki, onların həzmin çətinləşməsi olur uşaqlarda. Qanama deməyək də həzm pozğunluğu, ishal, qaz, qarın ağrısı, köp dediyimiz el arasında bu əlamətlərlə özünü göstərə bilər. Doktor, uşaqlarda bu problemlərin yaranmaması üçün qida rejiminə birmənalı şəkildə əməl etmək lazımdır ki, bu problemlər yaranmasın. Və həkim nəzarətindən kənarda olan dərman preparatlarının qəbulu, yəni mütləq şəkildə bunlara nəzarət olunmalıdır. Bəzən biz bu əczaxanalara gedirik, hər hansı bir problem olduqda belə əczaçının yazdığı bir dərmanı, bir resepti biz götürüb uşaqlarımıza yəni istifadə edirik və bunlar da müəyyən problemləri gətirib çıxarır. Bəli, hətta ola bilər ki, anamnezində digər başqa bir xəstəliyə görə hər hansı bir preparat qəbul edir. Heç cərrahi olmayan, pediatrik olmayan digər xəstəliklə bağlı bir dərman preparatı qəbul edir və alacağı dərman, siz dediyiniz əczaçının verəcəyi dərman, onun qəbul etdiyi dərmanlar reaksiyaya girə bilər və ya hər hansı bir əlamət kimi, bir narahatçılıq kimi uşaqda özünü göstərə bilər. Əlbəttə ki, səhv qəbul edilən dərmanlar da uşaqlarda ciddi problemlər yaradır və mədə-bağırsaq qanaxmalarına səbəb ola bilər. Mütləqli şəkildə yəni valideynlərə ilk öncə yəni qanamanın səbəbləri və belə deyim, simptomları aradan götürdükdən sonra mütləqli şəkildə anamnezinə yanaşı bir xəstəliyi varmı? Nəsə bir müalicə alırmı? Mütləq ki, bunları öyrənmək və ona uyğun müalicə metodu seçmək, müalicə tərəf seçmək mütləqdir. Doktor, bu sinir sisteminin, məsələn, tamaşaçı soruşur, beyində hər hansı bir şişin aşkar olunması uşaqda, 5 yaşlı uşaqda mədə-bağırsaq sisteminə də problemi gətirib çıxara bilər? Belə deyim də, bu bayaq nəzərimizə çatdırdığımız qəbizlik dediyimiz xəstəlik sinir sistemi pozğunluğu olan uşaqlarda daha çox özünü göstərir. Sinir sisteminin, sinir inkişafının ləngiməsi. Bu əlamətlərlə yanaşı
həzm sistemində də qəbzlik kimi özünü göstərir qanamadan çox. Qəbzlik də dediyimiz dolayı yolla analçata və deməli nəcis üzərində, defekasiya üzərində qan izlərinin görünməsi kimi, yəni uzaq nəticələr də olsa, uzaq səbəb göstəriş də olsa belə görülə bilər. Daha çox nəcis problemi olan, daha çox qəbzlik problemi olan uşaqlarda anal çat yaranır. Bəli, bəli. Bu artıq cərrahi müdaxiləyə gedib çıxır. Yox, belə deyim. Öncəliklə səbəb nədir? Xroniki qəbzlik. Xroniki qəbzliyi müalicə eləyirik. Anal çat əgər orada bir inkişaf, belə deyim, pozğunluğuna, qüsura, bir nəyisə səbəb olmayıbsa, yəni ciddi bir qanama deyilsə, qəbzlik müalicə olunduqdan sonra anal çat, yəni qanamanın səbəbi olan anal çatı sağalır, belə deyim. Bəs hansı hallarda cərrahi müdaxiləyə keçir doktor? Hansı hallarda? Ciddi hallarda, əgər belə deyim, anal çat həm də bağırsağın sallanması dediyimiz, uzun müddət uşaqlar belə deyim, tualetdə oturursa, bu zaman bağırsağın özünün quruluşuna uyğun olaraq sallanması dediyimiz, bu varsa, bu cərrahi müalicəyə göstəriş hesab olunur. Doktor, böyüklərdə, bağırsaqlarda deməli müəyyən problemlər olanda siz buna daha yaxşı aydınlıq gətirərsiniz. Məsələn, botoksdan istifadə olunur. Bu uşaqlarda da tətbiq olunur, yoxsa uşaqlara qəti qadağandır? Botoks deməyək, belə deyək, biz orada hər hansı bir sklerozlaşdırıcı maddədən, belə deyim, damar büzücü maddədən istifadə edirik və ya həmin bağırsaq sallanmasına səbəb olan bu, necə deyim, hər hansı bir liqaturadan, bir sıxıcıdan istifadə eləməklə sallanmanı aradan götürməyə götürürük. Amma dediyimiz kimi sonrasında da, əməliyyatdan sonraki dövrdə də, yəni xəstə eyni vərdişlərinə davam edəcəksə, əlbəttə ki, bu əlamətlər yenidən təkrarlanacaq. Bu problemdən əziyyət çəkən insanlara, bizim valideynlərimizə, bizi ekran qarşısında təbii ki, valideynlərimiz, analarımız izləyir. Məsləhətləriniz, tövsiyələriniz nədən ibarət olardı? Məsləhətim ilk öncə uşaqların qidasına bir mənalı şəkildə nəzarət olunmalı. Mütləq şəkildə mümkün qədər ev şəraitində qidalanmalı. Yanaşı qəbul elədiyi dərmanları mütləq həkim məsləhəti, həkim tövsiyəsi altında, həkim nəzarəti altında qəbul etməli və dediyimiz kimi hər hansı bir şikayəti, bir əlaməti olduqda mütləq bir mənalı şəkildə həkimə müraciət etməyi tövsiyə olunur. Doktor, biz sizə dərin təşəkkürümüzü bildiririk. Mən təşəkkür edirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib studiyamıza gəldiniz, suallarımızı cavablandırdınız. Beləliklə, Bir Sağlam Yaşa proqramının da sonuna gəlib çatdıq, dəyərli izləyicilər. Bugün biz uşaqlarda mədə-bağırsaq qanaxmalarından danışdıq və düşünürəm ki, ekran qarşısında əyləşib bizi izləyən tamaşaçılarımız, analarımız, valideynlər kifayət qədər yararlanmış oldular. Uşaqlara düzgün qulluq etmək, uşaqlar bizim gələcəyimizdir, uşaqlar inkişaf deməkdir. Uşaqlarımızı sağlam böyütməliyik ki, gələcəkləri də, onların düşüncələri də sağlam olsun. Elə bu fikirlə biz sizdən ayrılırıq, yenidən görüşmək ümidi ilə. Siz sağ, biz salamat.